Herkese salam. Bugünkü mövzumuz possessive adjectives'dir. Birinci ilk olarak subject pronounce'lara diqqət edək. Yəni bu bizim şəxs əvəzliklərimizdir. Şəxs əvəzlikləri hansılardır? I, mən, you, sən və yaxud siz deyirik. He, o deməkdir kişi cinsində. She, o deməkdir qadın cinsində. It, o deməkdir. Yine bu da cansız əşyalar, heyvanlar, bitkilər hamısına aiddir. We, biz deməkdir. You, yine buradaki siz deməkdir. Yine sən, siz ikisi də eynidir ingilis dilində. They, onlar. Bunlar hamısı bizim şəxs əvəzliklərimiz. İngiliscə buna subject pronouns deyəcəyik. İndi isə gəlin birlikdə possessive adjectivelərə baxaq. Burada nələrdir? My, mənim. Your, yine sənin, sizin deməkdir. His, onun deməkdir kişi cinsində. Her, onun deməkdir qadın cinsində. It's, onun deməkdir cansızlar üçün, bitkilər, heyvanlar üçün, təkdə olan əlbəttə ki. Our, bizim. Their, onların. Ümumilikdə bunlar hamısı possessive adjectivelərdir. Və yadınızda saxlayın ki, bunları biz cümlə sonunda təkdə istifadə edə bilmərik. Bunlardan sonra isim gəlməlidir, yeni söz gəlməlidir. Məsəl üçün, this is my brother. Bu, mənim qardaşımdır. Bax, görürsünüz, my ilə cümlə bitirə bilmərəm. This is my deyə bilmərəm. Bu, mənim. Yəni, mənim nə? Mənim qardaşımdır. Give me your book. Mənə öz kitabını ver, yəni sənin kitabını ver. That is his house. O, onun evidir. That buradakı işarə əvəzliyi odur. Bizim Azərbaycan dilində ikisi də eynidir. Həm işarə edərkən də o deyirik, həm də şəxs üçün də. Amma burada işarə əvəzliyidir. That is his house. O, onun evidir. I know her sister. Mən onun bacısını tanıyıram, bilirəm. It has its advantages. Onun avantajları var. We love our parents. Biz valideynlərimizi sevirik. I like your cars. Mən sənin maşınını bəyənirəm. This is your teacher. Bu, onların müəlliməsidir, yaxud müəllimidir. Gördüyünüz kimi, my'dan sonra noun, yəni isim gəlməlidir, deyir. Noun isimdir. Amma şəxs əvəzliyindən sonra verb, yəni feil gəlir. Bu, ismi xəbərdə ola bilər, feili xəbərdə ola bilər. Yəni, to be də qoya bilərsiniz bundan sonra, yaxud da ki, have qoya bilərsiniz, has qoya bilərsiniz, hərəkət bildirən feil qoya bilərsiniz. Məsəl üçün, gəlin burada baxaq. I play football. Mən futbol oynayıram. Yaxud da you are Australian. Sən Avstraliyalısan. Görürsünüz, to be gəlib burada. Burada feil gəlibdir. Yəni, hərəkət bildirən söz. He is very tall. O, çox uzundur. Burada yenə to be gəlib. She is a teacher. O, müəllimədir. It is a dog. O, itdir. We love English. Biz ingilis dilini sevirik. You are students. Siz tələbələrsiniz, şagirdlərsiniz. They have a nice house. Onların gözəl evi var. Növbəti. Burada nədir? Bir də it ilə it izi çaşmayasınız. Gördüyünüz kimi bir-birinə çox oxşuyur. Amma burada it is bitişikdir və apostrofu yoxdur. It is onun deməkdir. Amma mən burada apostrof qoysam, olacaqdır it is. Yəni, bu bunun qısaldılmışıdır. It is'in qısaldılmışı it apostrof s'dir. Ona görə diqqət edin. Məsəl üçün, look at that dog. O itə bax. It is beautiful. O gözəldir. Baxın, o gözəldir deyir burada. I like its hair. Mən onun saçını bəyənirəm. Onun tükünü müəyyən artıq tükü olur da, xəzi olur üzərində itlərin. Yəni, mən onun tükünü bəyənirəm. Yəni, buradakı ikisinin arasındakı fərqə diqqət edin. O gözəldir. Burada şəxsdir. Amma burada its hair, onun saçı, onun tükü deməkdir. Ona görə burada diqqət edin. Növbəti, biz it is'i nə vaxt istifadə edirik? Time, yaxud da weather, yəni vaxt və yaxud hava üçün istifadə edirik. To be mövzusunu izah etmişəm. O videonu baxa bilərsiniz. Orada daha ətraflı izah etmişəm. Yəni, ümumiyyətlə, to be nə vaxt istifadə edirik? O videoya mütləq baxın. It is. İndi it is ilə dedikdə bir saat it is ilə deyə bilərik. Məsəl üçün, it is 5 o'clock. Saat 5'dir. It is 5 o'clock. Saat 5'dir deməkdir. Sonra indi isə hava proqnozu demək olar. It is very windy today. Bugün çox küləklidir. But it is sunny.
Amma günəşlidir. Yəni həm külək var, həm də günəş var, onu demək istəyir. What time is it? Saat neçədir? It is 3 o'clock. Saat 3-dür. Sonra növbəti isə biz burada da yenə qeyd edir ki, he, his, biz, she, her bunlar insanlar üçün istifadə edirik. It, itis isə əşyalar üçün, heyvanlar üçün istifadə edirik. Və diqqət edin ki, they, their onlar. Bu həm insan, həm də əşyalar üçün istifadə olunur. Yəni biz deyə bilərik ki, I like those chairs. Mən o stulları bəyənirəm. They are beautiful. Onlar gözəldir. Yəni they biz həm canlılar üçün istifadə edə bilərik, həm də cansızlar üçün istifadə edə bilərik. Burada da yenə the hotel has its own spa deyir ki, otelin öz spası var. It's a relaxing place. O rahatladıcı yerdir. Yəni zeyri biz həm canlılar, həm də cansızlar üçün istifadə edə bilirik. Gəlin indi bir neçə tapşırıqları da göz gəzdirək. Burada indi məsəl üçün Harry is, gördüyünüz kimi Harry is, indi I yoxsa my demək lazımdır. Baxırıq cümlənin şəxsi var. Harry bizim şəxsimizdir. Harry insanın adıdır. Harry dost. Dost I qoysam əgər Harry is, Harry mən dostdur. Məntiqə uymur. Deməli nədir burada? Cavab my. Harry is my friend. Harry mənim dostumdur. Və burada diqqət edin ki, biz qeyd etdik bayaq da. Az öncə qeyd etdim ki, my-dan sonra her, his, yəni possessive adjektivlərdən sonra biz isim qoyuruq. İsim nədir? Nə, kim, hara suallarına cavab verən sözlərə isim deyirdik Azərbaycan dilində. İngilis dilində də eyni şeydir. Və noun deyilir ingilis dilində ismə. İndi burada baxın görürsünüz isim var. Dost kim? Yəni bu deməkdir ki, mən bunun qarşısına possessive adjective qoyacağam. Şəxs əvəzliyi yox ha, possessive adjective. Amma burada bizim şəxsimizdir. Deyəcək he has a nice house. Onun nəyi var? Gözəl evi var. Biz Azərbaycan dilində bax diqqət edin buna. Biz deyirik onun var, amma ingilis dilində deyil. O malikdir deyir. Bax burada var. Kim tərcümə eləməyin bunu. Onda yoxsa çaşacaqsınız deyəcəksiniz his. Bunu belə tərcümə edin. O malikdir gözəl evə. Belə tərcümə etsəz yaxşı yadınızda qalacaqdır. Çünki bizim dilimizdə necə deyirik? Onun evi var. Bu da elə desəz onda his qoyacaqsınız. O da avtomatik səhv olacaqdır. Sonra yenə baxın burada yenə şəxsdir. Are var çünki very happy. Kim xoşbəxtdir? They are very happy with their new dog. Niyə burada their qoyuram? Çünki their'dan sonra isim gəlir. Baxın görürsünüz yeni it. Onların iti ilə. Deyir ki, onlar xoşbəxtdir. Onların yeni iti ilə. Sonra next one we love our little dog. Niyə our qoyuram? Çünki bundan sonra isim var. Deyir biz itimizi sevirik. Sonra burada yenə baxıram. Bizdə şəxs lazımdır. Çünki niyə wants istəmək feildir. Feildən əvvəl biz nə dedik? Şəxs olacaq. He wants, o istəyir, nə istəyir? His breakfast, öz yeməyini istəyir, öz səhər yeməyini istəyir. Görürsünüz, yəni isim var səhər yeməyinə. Ona görə mən his qoyacağam. Sonra he wants to see, indi children var. Children varsa isimdir. Demək nə olacaq? Our children. Ours olmayacaq çünki bu artıq başqa bir qaydadır. Onun izahında növbəti dərsdə izah edəcəyim. Ours bizimki deməkdir. Baxın, diqqətli olun buna. Bu bizimki deməkdir. We want to see our children. Biz istəyirik öz uşaqlarımızı görək. Özümüzünki, bizimki desək, gərək children olmasın. Ours elədir ki, bundan sonra gərək isim olmasın. Amma our'dan sonra isim olur. Gəlin, indi o qaydaya diqqətlə baxacağıq. Demək, gəlin, bunlara da göz gəzdirək, qısaca olaraq. Subject pronouns, biz dedik, şəxs əvəzliklərimiz idi. Burada hər şey aydındır. I, you, he, she, it. Bunları bildik. Object pronouns. Bir də biz possessive adjectivelərə baxdıq. My, your, his, her. İndi gəlin object pronounslara baxaq. Bunlar hansılardır? Baxın. İndi diqqətlə baxaq. Me, məni, mənə deməkdir. You, səni, sənə. Him, onu, ona, kişi cinsi üçün. Her, onu, ona deməkdir yenə. Baxın, diqqətli olun, burada oxşarlıqlar var. Bunlar sizi çaşdırmasın. Her həm onun deməkdir, həm də onu ona deməkdir, qadın cinsi üçün. Sonra it onu ona deməkdir, həm də o deməkdir. Bax, görürsünüz, burada da oxşarlıq var. Yəni, bu oxşarlıqları qarışdırmamaq üçün çoxu təkrar lazımdır. Onda yadınızda qalacaq. Sonra us bizi bizə, you yenə səni sənə deməkdir, səni sizə, yaxud da, baxın, burada you həm də sən deməkdir, siz deməkdir və bununla da qarışdırmayın, fərqlidir. İstifadə yerinə görə tərcümə edəcəksiniz artıq bunları. Them onları onlara deməkdir. I'll send them an email. Onlara deyir email atacağım. Gəlin indi bir-bir hamısı tərcümə edək. Deyir he calls me every day. O mənə hər gün zəng vurur mənə.
I like you a lot. Mən səni çox xoşlayıram. Səni. Bu demirəm burada sən. Səni deyir. Give it to him. Deyir ki, onu give it, onu ona ver. After class, dərsdən sonra ona ver deyir. I see her every day. Mən deyir onu hər gün görürəm. I like it a lot. Mən onu deyir çox sevirəm, bəyənirəm. Take us with you. Deyir ki, bizi özünlə apar. With you, səninlə özünlə apar deyir, götür. I'll call you tomorrow. Mən səni sabah zəng vuracağam. I'll send them an email. Mən onlara e-mail göndərəcəyəm. Send them onlara e-mail göndərəcəyəm. İndi növbəti burada nədir? Possessive pronouns. Bunlar nədir? Cümlə sonunda qoya bilirsiniz rahatlıqla. Bunlardan sonra heç bir söz gəlməyinə ehtiyac yoxdur. İndi cümlə başında da olur əlbəttə ki, onu da göstərəcəyim sizə. Deməli, mine, mənimki, yours, səninki ya da sizinki, his, onunki, bu da kişi cinsindədir. Hers, bu onunki deməkdir, burada qadın cinsindədir. Ours, bizimki deməkdir. Yours, yine sizinki, theirs, onlarınki. Bu görürsünüz, burada onunki, its, onunki yoxdur, amma görə də bilərsiniz bəlkə, amma çox zaman görməyəcəksiniz, çünki böyle bir qayda da yoxdur. İndi, this pen is mine. Bu mənimkidir. Yəni bu qələm mənimkidir deyir. Axı mənimki nəsə bir söz deyə bilmirəm. Çünki burada qeyd olunub onsuz da. This pen is mine. Bu qələm mənimkidir. Give me yours. Mənə səninkini ver. Yəni səninki nədirsə artıq. Məsələn deyə bilər sənin qələmin. Onda deyəcəm ki, give me your pen. Bax buna diqqət edin. Fərqi nədədir onu anlayaq. Give me your pen dedikdə o deməkdir ki, baxın yazın burada your pen. Bu deməkdir ki, sənin qələmini, yəni sənin qələmini mənə ver. Amma desəm qələmini sözünü istifadə etmək istəmirəmsə, mən artıq bilirəm də söhbət nədən gedir. Onda yours deyəcəyəm. Deyəcəm onu səninkini mənə ver. Sonra this jacket is his. Deyir ki, bu jaket onunkudur. Baxın görürsünüz, həm onun deməkdir, həm də onunki deməkdir. Bu çaşdırmasın sizi. Those shoes are his. O ayaqqabılar onunkudur. Burada her idi, burada hers olubdu. Sonra this area is ours. Bu ərazi bizimkidir. Bax görürsünüz, our idi, burada da ours olubdu. Bizim our idi, ours bizimki. Sonra I like, is this book yours? Deyir ki, bu kitab səninkidir. Baxın, your idi, burada yours olubdu. Burada yine theirs. Çoxunda esnəndir. The decision is theirs. Deyir, qərar onlarınkidir. Və görürsünüz, esnə, bir dənə es artıraraq onlarınki, bizimki qoşub düzəltmək olur. İndi, gəl birlikdə bir neçə dinə tapşırığa diqqətlə baxaq. Bir dənə sualda, bir dənə buna baxaq, ondan sonra keçək ora. Whose-dən soruşanda kimin deməkdir? Məsəl üçün, deyirik ki, whose car is that? O maşın kimindir? Whose is that car? Yaxud da belə demək olar. O maşın kiminkidir? Yəni, eyni şey, kimin maşınıdır o, yaxud da o maşın kiminkidir. İkisi də eyni məna deməkdir. Ya istəyirsiniz, zəti sonunda deyin, ya da zəti karla da deyə bilərsiniz. Kimin, və burada oldu, kimin maşınıdır o, kimin maşınıdır o. Burada isə kimin kidir. Yəni, o maşın kiminkidir olacaqdır tərcüməsi. Yenə də burada başqa bir bu var ki, for-la, məsəl üçün, I'll get it for you. Mən sənin üçün alacağım onu deyir. For me. She's waiting for me. O mənim üçün gözləyir. Bir də sonra to ilə I'll speak to them. Mən onlar ilə danışacağam. Baxın, ən çox burada istifadə olunanlar to-dur, for-dur. Deməli, ən çox istifadə olunanlar nədir? Burada object pronounsda for, to, bir də with. Məsəl üçün, I come with you. Sənin ilə gəlirəm, deyirik, məsəl üçün. Baxın, to ilə. I'll speak to them. Mən onlar ilə danışacağam. Sonra, baxın, yenə give it to him. Onu ona ver. Ən çox for, to, with gördükdə object pronounsdan istifadə edə bilərsiniz. Gəlin indi bir neçə tapşırığa göz gəzdirək. Burada indi nədir? Birinci tapşırığa baxaq. Look at this picture. Deyir ki, bu şəklə bax. These are my daughters. Deyir ki, bunlar mənim qızlarımdır. Names are Jane and Laura. İndi adları Jane və Lauradır. İndi baxaq görək. Nə seçə bilərik? İndi theirs olmaz. Niyə görə? Onlarınki adları demək olmur axı.
Görək biz nə deyək? Onların adları, their names. Them olmaz, onları onlara deməkdir. Onları adlar məntiqə uymalıdır bu tərcümə. Deməli cavab nədir? Theirdir. Onların adları. Və demişdik ki, o possessive adjektivlərdən sonra isim gəlməlidir. Baxın görürsünüz isim var, adları. Nə? Sonra John was born in Bristol. Deyək ki, John Bristolda doğulubdur, dünyaya gəlibdir. Amma nəsə olub indi? Amma father was born in Manchester. İndi cavablarımıza baxaq. Burada nə olar? Amma onu ata doğulub Manchesterda, nəsə olmadı. Amma sənin atan Johndan danışırsa, niyə sənin atan desin ki? Cavab olacaq his. Deyir ki, amma onun atası Manchesterda doğulub. Cümlənin tərcüməsi sizə çox kömək edəcəkdir. Ona görə cümləni tərcümə edin. Sonra, I want to go to a Rihanna concert. Deyir ki, mən Rihanna konsertinə getmək istəyirəm. I really like. İndi mən deyir ki, bəyənirəm. Kimi bəyənəcək? Onunkini bəyənməz hər halda. Mən onu bəyənirəm deyərdi. O bəyənirəm deməz ki, düzdür? I like she demək olmaz. I like her. Bax, her onun deməyidir, həm. Və diqqətli olun. Həm də onu ona deməyidir. Gəlin bir də burada explanation hissəsinə baxaq. Bunun linkini də aşağıda paylaşacağam ki, girib daxil olub baxa biləsiniz. Burada da baxın görürsüz her həm onun deməkdir, həm də onu ona deməkdir. Yəni onu ona deməkdir, həm onun deməkdir. Yəni oxşarlıqlar var. Ona görə çoxlu təkrar edin ki, bunları praktika çox edin, tapşırıqları edin ki, baxıb görə biləsiniz. Sonra I don't have my mobile phone. Deyir ki, mənim mobil telefonum yoxdur. Can I use? İndi mən istifadə edə bilərəm. Nə? Your, sənin. Sənin nə? Bundan sonra gələn mütləq söz olsun. Your phone deməliydi. Mən istifadə edə bilərəm, sən. Nə, mənə istifadə edəcəyi yox. Deməli, nədir cavab? Your, səninkini. Görürsünüz, artıq mən burada bilirəm söhbət nədən gedir, mobil telefondan. Ona görə bir də ta özümə əziyyətə verirəm, ikinci dəfə onu istifadə etmirəm. Deyirəm, yours. Növbəti, we need help. Bizim deyirəm, köməyə ehtiyacımız var. Can you help? Nə olacaq? Əlbəttə, as olacaq. Niyə? Çünki söhbət bizdən gedir. Deməli, bizim kömək lazımdır da. Deyirəm ki, bizə kömək edə bilərsən. Can you help us? Ümid edirəm bura kimi hamısı aydındır. Nəsə sualınız olsa da qeyd edə bilərsiniz. Bu proqramdan da istifadə edə bilərsiniz. Baxın, burada check answers hissəsindən də daxil olduqda sizə bütün hamısının cavablarını göstərir. Okay, goodbye.